Bəli, əziz dostlar, qeyd etdiyim kimi hal-hazırda Kamal Kərimovun döyüş yoldaşları, Qarabağ müharibəsi iştirakçıları şəhidimizin adını daşıyan məktəbdə ziyarətini təşkil edir. Füzuli rayon ərazilər tam orta məktəbində şəhidimizin şərəfinə ucaldılmış anım kompleksini ziyarəti təşkil olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi qorusun. Vətən uğrunda ölən varsa vətəndir. Vətən şəhidləri hər zaman bizim qəlbimizdə əbədi yaşayacaq. Bu şəhidlərimizin sayəsində biz azad nəfəs alırıq. Azərbaycan bayrağı harada dalğalanmalıdırsa, orada da dalğalanır bu şəhidlərimizin sayəsində. Fərq etmir, istər 1-ci Qarabağ döyüşləri, istər 20 yanvar, istər Xocalı faciəsi, istər 44 günlük vətən müharibəsi, lokal antiterror əməliyyatı zamanı vətənin ərazisini qorumaq bu oğulların boynuna düşdü. 1-ci Qarabağ döyüşləri zamanı nizam, ordu olmaması səbəbindən biz Qarabağ torpağını itirmişdik. 2020-ci il 27 sentyabr vətən müharibəsinin başlanması ilə biz ərazi bütövlüyümüzün bərpasını təşkil etdik. Və 44 günlük vətən müharibəsindən sonra 2023-cü il lokal antiterror əməliyyatı zamanı biz öz suverenliyimizi, öz ərazi bütövlüyümüzü bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün qazilərimizi qorusun. Bunların sayəsində biz azad nəfəs alır. Bunların sayəsində biz o torpaqlara ayaq basırıq. Hər ayaq izində bir şəhid ruhu var. Hər ayaq izində bir şəhidin qanı axır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən Kamal qardaşımız 92-ci ildə bizim yanımıza xidmətə gəlmişdi. 18-19 yaşı vardı. İyun 28-də şəhid oldu. Qalanlar sağlıqlı qazilərimizə bunu səbəb edirəm. Səbəb edirəm. Yine borcu ne kadar yaşarırsa unutmayaq. Yad eləyəyin, yaşadağın. İnşallah sorularda tarih Allah bütün şəhidlərə rəhmət eləsin. Daha qardaş, xatırla ki, bütün şəhidlərin qarşısında biz baş əydik. Həmişə bunu. Borcumuz, bu oğulların sayəsində büyük müstəqilliyimiz, azadlığımızı eləmiş. Dünya dövlətləri arasında başçılıq edir şəhid. Alnımız açıqdır. Dünya dövlətlərinin arasında biz həmişə bir qəhrəman kimi tanıdıq bu balalar qardaşlar, bu oğullar. Allah bunlara rəhmət eləsin. Allah'ın bizlərini bunun sayəsində müstəqilliyimiz, biz büyük azadlığı vermişik. Allah da yerdə qalan bizlərinə yenə deyirəm, Allah sağlığı versin, qazidən sağlığı versin. Bir daha halkımıza belə rəhmət olmaz. Bir daha Allah Allah yüzü böyle 30 yıldır muhtarar bir yaratmış. İndini toprak diye. Yani fikirleşmeyi ki yılında her bir derece diye. Allah bütün şartlarımıza rahmet eylesin.
Bir yaddaş geldi bizde. Bir rahmetle soruşandan sonra rahmetten de yatırdım. Bir yerde bulmuş Kemal'la. Dedim. Rahmet eylesin. Bütün şahit rahmet eylesin. Onların hesabına dediği gibi torpaqlara gidebiliriz. Yerimizi verir. Allah Allah'ını göndersin. Gelen ayaklarınızda var olsun. Bir daha da hatırladım ki bak burada olan köyüne döküle 809 nömrəli ralyonun Kemal Səyyidovun əskəri olub, döyüşçüsü olub. Bu günləri rayonda uşaqlar, yəni burada olan uşaqlar çoxdur. 830 burada iştirak eləmək istəyir. İndiki dövrlə əlaqədar rayonda yaşayan Füzuli bu batalyonun döyüşləri bu günləri 830 batalyonundan gəlib öz silahımızı bu gündə yad eləyir. Bir daha Allah rəhmət etsin. Salamlayıram. Allah şəhərimizin rəhmət etsin. O dünyada başımız 114 şəhərin belə gün oktyabrın 10'unda Pekan'da məndə Əsədullah böyük bəyəndə şəhərimizdə onu da ziyarətini eləyəcək. Nə qədər çıxsa biz şəhəri yapmalıyıq. Allah bütün şehitlerimizi Oğludur. Əziz qardaşlar, əziz döyüşçü, cəngər yoldaşları, yəni burada ağsaqqallarımız həmişə belə görək. Biz fəxr ki, biz komandirimizlə çiynəyib və Kemal qardaşımızın üzerinə gəlmişik. Silahlar qardaş qeyd elədi, yəni bu insanların 93-96 müharibələri, insanların pərən-pərən olmağı, indi qrup şəklini alıb 809 nömrəli hərbi hissəmiz və o deyim ki, hərbi komandiri milli qəhrəmanımız Rasim İbrahimovun hücum təşkil olunmuşdu. Kemal qardaşımız o döyüşdə iştirak elədi və döyüşdə şəhadət aldı. Düzdür, Oğuzluq olanda bu Qarabağın alınmasını, Qarabağın təməlini, mübarizəsinin tanıqlığı ki, o vaxtlar hamı yadındadır. Ölkədə xaos davam eləyirdi, hərbi formalaşmamışdı. Şükür Allah 93-cü ildə Ulu öndərimiz hakimiyyətə gələndən sonra bu ordu formalaşdı. 93-cü ildə Deyfəli poligonunda ordumuz 22 bir qəsəbə Cəbrayıl rayonu Cəbrayıl kəndini formalaşandan sonra azad elədi. Allah'dan bütün şəhidlərimiz və ondan sonra günü vətən müharibəsi, sonra antiterror əməliyyatı, Azərbaycan dövləti və mənə elə gəlir ki, bu qardaşlarımızın ruhu şaddır. Onlar bizim üçün həyatdadır, yaşayırlar. Şəhidlər onda ölür ki, şəhidlər unudulur. Biz nə qədər millət olaraq, Azərbaycan xalqı olaraq qanında Azərbaycan qanı axan hər bir insan, hər bir məktəbdən gənc bu şəkillərindən keçəndə bu bizim romanımızdır deyib keçir. Və buradakı müəllim kollektivdə təşkil edilib belə bir büstü yaradıb, bunu kim yaradıb, əllər var olsun. Zəhərlərin halal edin, Allah qardaşımıza da, Rafik qardaşım, başlasın olsun, Allah şəhidlərimizə rəhmət etsin. Sizlərə çox sağ olun deyirəm. Allah sizdən razı olsun deyirəm. Mən bir neçə gün özümə fikirləşirəm ki, həyat alın yazır. Deyilib, bu günə deyilir ki, şəhidlər unuduldu. Mən bu qardaşımı gördüm, Kemal'ın qardaşı olaraq 30 ildən artıqdır. Mənim qardaşım şəhid. Bugün deməli, bu günlərin bu ziyarətim, bəli ata, həqiqi şəhid
bilmir. 32 ildən artıqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bu dünyada nə qədər valideynlər var, Allah canını sağ eləsin. Oğul nə üçün? Düşman çəbərdir. Bir gündən düşman üzrə gəlmişsə, deməli, nəsə onu görəyəsən. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Allah sizə olsun. Bir şəhid qardaşım deyirəm. Allah bizim müəllimlərin və müəllimlərin hamısına elimizin obuna razı qalsın ki, həmişə bizim qardaşım Abidə təmiz sıfıran sağlar. Hər vaxt yolumu gətirirlər və mən onları öz valideynlərim kimi xətirlərini çox etmişəm. Sağ olun. Allah razı qalsın. Allah üzünüzü ağ eləsin. Bu dünyadan köçənlərin Allah cəmi ölənlərə rəhmət eləsin. Yerin cənnət eləsin. Mənim qardaşım Kamal onun içində. Çox sağ olun. Qardaş o deməkdir ki, ata yoxsa, qardaş sənin üçün valideyn ata deməkdir. Mənim üçün qardaşımdır, həm də əziz dostum, yoldaşım olub. Allah qardaşlar rəhmətə gələn yerin rəhmət eləsin. Yerdən sağ olun. Sağ olun. Sizə təşəkkür ederim. Allah sizə razı olsun. Sağ olun qardaşım. Bir Qarabağ müharibəsində və Qarabağ və bütün şəhidlərimizə Allah rəhmət eləsin. Sizlərə can sağlığı versin. Bizlər də çox sağ olun ki, bu Kamalın bu ad gününə yığışmısınız. Çox sağ olun. Sizə də Allah uzun ömür versin. Sağ olun. Bəli əziz dostlar, şəhidlərimin döyüş yoldaşları xatirə fikri çəkdirilir, yad edirlər. Allah bütün şəhidlərin rəhmət eləsin. Şəhidlər o zaman olur ki, onlar gəlməyən şəhər ölməz, vətən bölünməz. Bəli əziz dostlar, döyüş yoldaşlarını ziyarətində şəhidimizin yaxınları, şəhidimizin adına ucalmış önündə şəhidin ziyarətini çəkdilər. Bəli əziz dostlar, etdiyim kimi şəhidimizin yaxınları, əzizləri, şəhidimizin adına müşləfə kompleks və xatirə şəkillər çəkdilər. Şəhidimizin döyüş yoldaşları şəhidimizin paylaşırlar.